ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi rayon icra hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub. Bölgə TV Teleqraf az istinadən xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülara Verdiyevaya tapşırılıb. Qeyd edək ki, Gülara Verdiyeva Nəsimi rayon icra hakimiyyətindən öncə Bakının Nəsimi rayon ərazisinin fərqli dönəmlərində 2 məktəbin direktoru olub. 2013-cü ildə Nəsimi rayon icra hakimiyyətində humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib. Gülara Verdiyeva 2010-cu ildə parlament seçkisində deputatlığa namizəd olsa da qalib gələ bilməmişdi. Onu da əlavə edək ki, hazırda Nəsimi rayon icra hakimiyyətində rəhbər şəxs vəzifəsində cəmi 2 nəfər qalıb. Bunlardan biri Gülara Verdiyevadır, digəri isə müavin Zahid Xəlilov. Hazırda icra başçısı da daxil olmaqla daha bir müavin postu, sektor müdiri, baş mühasibə başçısının köməkçisi vəzifələri vakantdadır. İcranın digər müavini Ramiz Quliyev isə Elxan İbrahimov vəzifəyə gələr-gəlməz işdən çıxarmışdı. Xatırladaq ki, Elxan İbrahimov noyabrın 12-sində Nəsimin icra başçısı təyin edilsə də işində yol verdiyi nöqsanlara görə növbəti ay vəzifəsindən azad olunmuşdu. Rəna Rövşən qızı, Bölgə TV.